Şəkəm kənd sakini Orucov Mahir Valihoğlu Kanal 21'e oğlum Musa'nın öldürülməsindən bağlı müsahibə vermişdim. Qarşı tərəf İlyasov Rəşadoğlu oğlumun ölümündə birbaşa iştirakçı olub dəstəni yığıb gətirən Tahirin qardaşı müsahibə verir ki, mən böhtan danışıram. Ancaq mən indi burada faktlarla mənə Yevlax prokurorluğunda onların verdiği ifadə fakt əlindədir. İndi onu bax buradan ittiham vaxtından oxuya bilirəm. Tahir belə bir cümlə verir. Mən həmçinin bildirmişdi ki, Musa'ya çox üzv vermişsən. Arada Musa'nı mənə ver, aparım onu qəbristanlıqda başa salım. Hadisə yerində olan zaman Musa və Fəqan Şəhriyarı vurmamışlar. Kafede olan zaman Musa və Fəqan Şəhriyarla mübahisə etmişdir və bu zaman mən gəlib Musa'nı vurmuşdum. Musa da onu vurduğu üçün bu dəstəni çağırıb və Pənahın da ifadəsində bu öz əksini tapır. Pənahın verdiyi ifadəni də burada oxuyuram. Həmçinin Pənahın verdiyi ifadədən iki avtomobili, biri ağ, biri qara bizə yaxınlaşdı yüksək sürətlə. Musa məni yoldan ötürürdü, anar gəlib mənə aparacaqdı. Həmin avtomobil onlara yaxınlaşdıqdan sonra Tahir qara rəngli avtomobildən enərək Musa'nın üzərinə hücum edərək niyə vurduğunu deyərək Musa'nın sifətinə güclü yumruq zərbəsi vurdu. Onun əlində kütləti olub olmadığını bilmirəm. Mən buna görə də bu çıxışlarımı başa salıram ki, onlar dəfələrlə Rəşidin qardaşı cinayət edib, dəstəklərlə bir yerdə Yevlax polis şöbəsinə düşüblər. Onların arxasında Tahirin daisi oğlu Bakı şəhər baş polis arasında işləyir. Onları müdafiə edibdir. Ancaq bizim hörmətli Daxili İşlər Nazirimizdə bu vaxtda məlumat verilmədiyi üçün onun haqqında heç bir ölçü götürülmüydü. Və eyni zamanda müsahibə verən Rəşid orada mənim ünvanıma söz deyir ki, o 3 gündən bir bizim evdəydi. Yalan bir ifadədir. Mən kənddə yaşayıram, işim gücüm çoxdur. Onun özü Dələduzda ittiham olunub. Düzdür, mən onun arxasına getmişəm, atası ondan imtina eləmişdi. Yalandan kimisi alladıb, işə düzəltmək adı ilə 7-8 min pulunu almışlar. Həmişə qasıb canını qutarardı. Bu dəfə qutara bilmədi. Çünki pul verən adam bunun qardaşı Tahirin kartını atmışdı pula. Ona görə də Yevlax polis şöbəsində bunun ayağına qandan vuruldu ki, bu pul ödənməlidir. Bunlar bu yollar Dələduzluq edib və orada kənd cəmaatı adından danışır. Deyir, bizim kənd kasıb cəmaatı. Bizim kənd kasıb cəmaatının bu nə bilir? Bu dünənki gəncdir. Deputat seçilmişdi orada. Ona görə də kəndi cəmaatlardan danışmaq olmaz. Çünki bizim kəndi ziyalıları da var, müəllimləri də var, asakkalları da var, müasir gəncləri də var. Bu adam ancaq narkotiklə məşğuldur. Bəli, eyni zamanda onun qardaşı Tahirin məhkəmə tibbi ekspertizinin rəyində oxuya da bilərəm. Bunun tərkibində narkotik spirtli təsiri var. Və bu spirtli təsirinin altında özü deyir, mən aparırdım barışdırmağa. Burada Kamilin ifadəsi var, məhkəmə Yevlax prokurorluğunda Kamilin də var ifadəsi. Adam barışdırmağa gələn düşən kimi maşından yumruq vururdu. Və eyni zamanda mən hakimlər haqqında deyirəm. Yevlax hakimi Qalib Paşayev və Şəki Ağızatın hakimi Rafael Əliyev mənim oğluma vurulan bıçaqla oğlumun yarası və məhkəmə tibbi ekspertizinin rəyi üstünə düşmür. Burada 2 bıçaq çıxıb ortaya. Bunlar ancaq bıçağın birini göstərirlər və eyni zamanda məhkəmə istintaqını yalandan apardılar. Məhkəmə istintaqında da mən sübut elədim ki, mənim oğluma vurulan bıçaq bu deyil. Xətti işini döyüşdüm. Rafael Əliyev ölçməyə də qoymurdu. Bıçağın da bintim boşaldırdı. Bıçaq bir əllə açılmır. Şəhərlər dəfələrlə deyir ki, mən bıçağı bir əlimdən açmışam. Mənim oğlumun sol əlində kəsiyi, barmağında, arxa hissəsində kəsik və eyni zamanda çənə sümüyünün qırılması, dodağının kütləqlə vurulması, bunların məhkəmə tibbi ekspertizinin rəyinə uyğun olaraq mən deyirəm. Onda məhkəmə istintaqı mənim oğlumu da kim vurub? Bir dənə Şəhriyar qalır ortada, cinayətkar qismində. Onda bıçağı ilə mənim oğluma vurulan bıçağın ölçüsü gəlmir. O bıçağının eni 44 mm-dir, mənim oğluma vurulan bıçaq 15 mm-dir. Xahiş edən baş prokurorluqdan, cənab Kamran Əliyevdən, Ali Məhkəmənin sədri cənab İnam Kərimovdan, Şəki məhkəməsinin qərarları vurulsun və iş geri qaytarsın. Və eyni zamanda xahiş edirəm, adam öldürən nə vaxtdan xuliqanlıq maddəsi ittiham olunur. İlyasov Tahir xuliqanlıq maddəsi ilə ittiham olur, göndərib Yevlax məhkəməsinə. Və buradan belə bir cümlə işlədirəm. Heç kimin arasında pis günah arzulamıram. Əgər bu hakimlərdən, prokurordan birinin oğlu, mənim oğlum kimi öldürülsəydi, xuliqanlıq maddəsinə görüb ittiham eləyərlərmi? Və cənab prezidentdən xahiş edirəm. Cənab prezident, mənim 24 yaşlı günahsız yerə oğlum öldürülübdür. Xahiş edirəm, mənim oğlumu vuranlar cinayət məhkəməsinə cəlb olsun. Mən bilim ki, mənim oğlumu bunlar hansı şəraitdə və nə ilə vurublar. Hələ də mənə qaranlıq qalır ki, oğlum nətər öldürülür? 5 nəfərin adəsində.
Sağ olun, kanal elimine minnətlərimi bildirirəm əvvəlcədən və dövlətiniz sağ olsun, dövlətiniz var olsun, başda Ali Baş Komandan cənab prezidentimiz olmaq şərtiyle.